Geçen video ayrı seçilikten danışmışdım Polşada. Bu videoda ise konkret anti-migrantlardan danışacağım. O birbaşa migrantlara pis davranan, yersiz bir kini olan insanlardan danışacağım. Mənim öz başıma da gəlib. Sadəcə mən o tip insanlara göz yumuram. O tip insanlara vaxt ayırmağa heç dəymir və bunların xüsusiyyəti nədir? Davranırlar migrantlarla heç xoş davranmırlar, çox soyuq, çox kobud dərəcədə. Bunlar nə düşünür, onu mən başa düşə bilmirəm. Mən gəlib bunun əlindən çörəyimi alıram və yaxud da nəyinsə alırammı? Bu düşüncə tərzi mən başa düşə bilmirəm nə düşüncə tərzidir. Amma yenə də hörmətlə yanaşmağa məcburam. Çünki onların ölkəsindəyik və qonağıq. Haqlı, haqsız bunun bir yerdə belə bir şey var ki, məsəl üçün biz qonağıq. Biz qonaq olaraq gəlmişik bu ölkəyə. Sən onda hər hansı bir iradığı bildirə bilərsən ki, biz sənin ölkəndə hər hansısa bir bizim pis əməlimiz olar. Sən haqlı formada iradığı bildirərsən və həmin bu məsələyə də görə adamı qəşəng yerindəcə deport eləyərlər mədəni formada və söhbət bitər. Yoxsa məsəl üçün mənim başıma nələr gəlib, onu deyim, salam vermişəm, salamımı almayıb, sağ ol demişəm, heç onu da almayıb, əl uzatmışam salam verməyə. Belə əlim havada qalıb, yəni belə çox pis hadisələr baş verir, amma yenə mən vecimə almamışam. Adamın düşüncə tərzi odur. Onunla dünyaya gəlib və böyük ehtimalla da elə dünyadan köçəcək. Yenə də normal bir düşüncə tərzinə sahib deyirlər belə bir insanlar. Hər yerdə də var bu tip insanlar. Bunlarla yalnız yola verməklə mübarizə aparmaq olar.